Sursatlar pirotexniklər tərəfindən zərərsizləşdirilməsi üçün götürülərək kənarlaşdırılıb. Qarşıdan gələn bayramlarla əlaqədar martda pensiya, müavinət və təqaüdlər qrafikdən əvvəl ödəniləcəyi açıqlamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yayıb. Regionlar üzrə pensiyalar hansı tarixdə ödəniləcək bu barədə əməkdaşımız Fidan Mədətova xəbər verəcək. Salam Fidan, eşidirik səni. Salam, hər vaxtınız xeyir olsun. Bəli, qarşıdan gələn bayramlarla əlaqədar pensiya, təqaüd və müavinətlər qrafikdən əvvəl ödəniləcək. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Bildirilib ki, mart ayının 6-sında Bakı, Abşeron, Sumqayıt əraziləri üzrə pensiya ödənişlərinə başlanılacaq, hansı ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabirində Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçiriləcək həmin proseslər. Bayram ərəfələrində isə Novruz və Ramazan bayram ərəfələrində isə güzəştli şərtlərlə pensiyaların və bölgələr üzrə pensiya ödənişlərinin həyata keçirilməsi nəzərdə tutulur. Naxçıvan üzrə isə bu ayın pensiyaların ödənişinə artıq başlanılıb deyə bildirilir. Eyni zamanda mart ayının müavinət və təqaüdlərinin də qrafikdən əvvəl olmaqla Novruz və Ramazan bayramlarına qədər ödənilməsi nəzərdə tutulur və bayram tarixlərini də bir daha xatırlatmaq istəyirik. Mart ayının 20-24 Novruz, 20-21 isə Ramazan bayramları hesab olunur və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məhz keçiriləcək, yəni Azərbaycanda başlayacaq bayramlarla əlaqədar olaraq pensiya, müavinət və təqaüd ödənişlərinin vaxtından əvvəl ödənilməsi nəzərdə tutulurdu və həmin informasiya ilə bağlı son əldə etdiyimiz detalları sizinlə bölüşməyə çalışdıq. Hələ ki bizdə olan son məlumatlar bu qədər idi. Söz yenidən sizə ötürürük. Təşəkkürlər Fidan.